Çox sevişməlidirlər. Çox yaşamaq üçün. Doğru sevişmirik. Kişi o çirkin qadından istədiyini ala bilir. İntim münasibətlər düzgün deyil. Kişinin sperması onun atom enerjisidir. Gündə 10 dəfə sevirsin. Ay həkim, niyə kişilər erkən ölür, tez ölür? Onun qadınları gec ölür. Yaşamaq üçün mütləq bilikli olmalısın. Yaşamaqdan gözəl heç nə yoxdur. Hoş gelmişsiniz doktor. Xoş gördük. Necəsiz? Var olasınız. Yaxşılıqda hər şey gözəldir. Naş şükür, min şükür. Yaşayabilirim mi hekim? Vallahi yaşamaq gözəldir. Dünyada yaşamaqdan gözəl hələ yer üzündə bir şey yox ki, yaşamaqdan yaxşı olsun. Hekim, bunu ekonomik tərəfdən deyil, sağlamlıq tərəfindən soruşuram. Niyə biz yaşaya bilmirik? Çünki bizim biliyimiz azdır. Yaşamaq üçün mütləq bilikli olmalısan. Elə ekonomik tərəfdə də bilikli olmalısan. Ondan sonra yaşamaq üçün də bilikli olmalısan. Bilirsiniz, normal insanlar normal yaşamaq üçün, Allahın verdiyi ömrü sağlam yaşamaq üçün mütləq bilikli olmalıdırlar ki, necə qidalanmalı, necə həyat tərzi yaşamalı, ailə münasibətləri necə olmalıdır, kişinin funksiyası nədir, qadının funksiyası nədir, ümumiyyətlə ailənin funksiyası nədir? Yenə də yaşaya bilməməyimizin səbəbi savadsızlığımıza gəlir çıxır. Təbii, biliyimizin azlığına. Qadınlar niyə kişilərə nisbətən daha çox yaşayırlar? Bunun səbəbi nədir? Bu da yenə bilimsizlikdəndir. Bu, ailə münasibətləri haqqında elmdir, ailədə intim münasibətlər haqqında elmdir və ailənin intim münasibətləri, yəni cinsi münasibətlərinin haqqında bizdə elm yoxdur. Yəni, sizcə biz doğru sevişmirik mi? Yox, doğru sevişmirik. Sevişməyimiz də doğru deyil. Hətta sevişməyimiz düzgün olsa belə intim münasibətlər düzgün deyil. Bilik azlığındandır. Bilik nədir? Bu Avropada da belədir, Amerikada da belədir, Rusiyada da belədir, bizdə də belədir. Yəni bu elm çox nadir, yalnız Çində Dao nəzəriyyəsi deyilən bir elmdir. Orada bu məsələni araşdırıb axırına qədər çıxıblar. Ümumiyyətlə, kişinin sperması onun atom enerjisidir. Onun yaşam tərzidir, yaşam gücüdür. Dao nəzəriyyəsində isə deyir ki, hər yaşın özünün dövrü var, münasibətlər dövrü var. 20 yaşında başqa, 25-də başqa, 30-da başqa, 55-də başqa, 60-da başqa və sonra başqa. Bunu bilib, buna riayət edən adamlarda ömür uzun olur. Niyə? Çünki o aşırı dərəcədə orqanizmi yormur, orqanizmi tükətmir. Bir intim münasibət 550 kilokaloriden artıq enerji aparır. Çox böyük bir enerjidir. Mən təcrübəli bir həkim kimi, həkimlik praktikamda gördüyüm nə oldu? Kardioloq işləyən dövrlərdə ən çox gələn infarkt nəyin nəticəsindədir? İntim münasibət zamanı. Yaşına uyğun olmayan dərəcədə və aşırı dərəcədə intim münasibətdə olan adamlarda görünür və yaxud da ki, qorxu nəticəsində, stresdə, hər hansı bir həyəcan altında ki, kişi bu münasibətdədir, ailədə və ya hardasa kimlənsə, o enerji və stres infarkt verir və kişi ölür və ya ağır vəziyyətə gətirirlər, biz müalicə edirik, səbəbini soruşurdum və qeyd edirdim bir yerdə, öz təcrübəmdə. Ancaq bilmirdim kökü nədir. Və zaman elə oldu ki, bundan başqa da ümumiyyətlə bir qaydalar var bu münasibətlərdə. O da bir elmdir, o da böyük bir mövzudur. Ümumiyyətlə kişilər və qadınlar bilmirlər. Onu Allah fizioloji olaraq yaradı. İnsanlar var ki, onlarda çox soyuq bir münasibət var. Sinir sisteminə bağlı olaraq onlarda böyük bir gözəlliyi yaşamaq həvəsi olmur, həvəssiz olurlar. Və sinir sisteminə bağlı çox erkən boşalırlar, erkən. Və bu da son nəticədə nə olur? Kişilərlə qadınlarda fərqlidir.
kişilərdə əgər heç vaxtı ereksiya olmasa, onlar sağlam yaşayırlar, daha güclü olurlar. Qadınlarda isə elə deyil. Qadınlarda da var. Ona soyuq qadın deyirlər, xoloqyan jenşina, soyuq qadın. O qadınlar da heç nə istəmirlər, həvəssiz olurlar. Kişi də ona, kişi üçün də maraqsız olur, kişi xanımı dəyişir. Amma deyir ki, bu gözəllikdə xanımı niyə dəyişdi bu bir çirkin qadına? Çünki kişi o çirkin qadından istədiyini ala bilir, o həzzi yaşaya bilir. Və yaxud deyirlər ki, bu gözəl qadın bu gözəllikdə kişisini qoyub, gedib, nə bilim, kiməsə qoşulur, kimləsə bağmanla, sürücü ilə, kimlə, bir çirkin adamla niyə münasibətə girir? Başa düşmürlər, dərk eləmirlər ki, qadın evdəki kişidən ala bilmir. Buna görə də burada əsas məsələ, məsələnin düzgün qoyuluşu, yanaşma düzgün yanaşılmalıdır ailə münasibətində. Və sonrasına gəlirəm yenə də ki, mütləq bilməlidirlər ki, öyrədilməlidir, utanmadan, çəkinmədən. Mənim yaşım var deyə mən utanıb çəkinmirəm. Həkim, yəni bu belə çıxır ki, sözümüzdə kişilərin uzun yaşamağı üçün az sevişməlidir. Yox, kişilər lap çox sevişməlidirlər, çox yaşamaq üçün. Orada bircə məsələ var, bir nöqtə var. O doğa nəzəriyyəsində deyildiyi kimi Çində, mən bundan ötəri Çinə getmişəm. Çində bunu bir dərinə maraqlanmışam və görmüşəm ki, niyə bunlar belə yaşayırlar, niyə bunlar belə uzun ömürlüdürlər, niyə bunlar müəyyən nöqtələrdə çox rahatdırlar, sinir sistemləri, güclüdürlər, hərəkətlidirlər. Orada bax bu nöqtəyə gəlib çıxır ki, yenə deyirəm, hər yaşa uyğun olaraq neçə dəfə intim münasibətdə ola bilər ailədə xanımınla və yaxud hardasa. 60 yaşa gələndən sonra, 60 yaşında ölüm faizi ən çox 60 yaşdan sonra olur, 50 yaşdan sonra olur. Bu adamlarda ki, tutaq ki, əsəbdən, qidadan, yorğunluqdan, hər hansı nədənsə erkən və yaxud testosteron hormonunun azalmasından erkən cinsi zəiflik yaranır. Bu adamlar həblərdən istifadə edirlər, kimyəvi tabletlərdən istifadə edirlər. Və son nəticədə nə olur? Yalançı güclənmə, ereksiya və son nəticədə ürək döyüntüləri artır, çünki orada kimyəvidir. Qan təzyiqi qalxır, ürək döyüntüləri artır və bəzən dözmür, infarkt verir və ölür. Və yaxud erkən ömrü qısalır. Ancaq bəs nə etməli? Bu adamlar bilsə ki, bizə kimə desən ki, 60 yaşından sonra məsləhət görülmür. Biz deyərlər ki, nə danışırsan, elə şey mi olar? Nə məsləhət görmür? Yəni, o proses başa çatmamalıdır. Proses başa necə çatmamalıdır? O çatmayanda yenə də deyirəm. O bütün hallarda mütləq qadın sakitləşməlidir. Qadında bu proses başa çatmalıdır. Çünki qadın əsəbləri rahat olsun, sakit olsun, ömrü uzansın. Bəs kişi də sizin sualınıza gəlirəm ki, az mı sevişməlidir? Gündə 10 dəfə sevişsin xanımınla. Ancaq son hissə başa çatmamalıdır. Yəni, o toxum buraxma yeri olmamalıdır. Sperma buraxılmamalıdır. Hər prosesdə, hər sevişmədə kişi spermasını buraxmırsa, birində onun ürəyi güclənir. İkinci dəfə buraxırsa onun görməsi yaxşılaşır. Üçüncüdə onun eşitməsi yaxşılaşır. Dördüncüdə onun ömrü uzanır. Tamam başqa bir aləm özündə hiss edir ki, ilahi mən necə sağallam? Yəni... Məsələn ki, bunu necə tənzimləməlidir? Artıq o məşqdir və ideoloji. Ən çox beyin hazır olmalıdır. Beyin hazır olmalıdır ki, indi kimə desən, çox vaxt görsən, sağ olsun. Bəzi insanlar eşidirlər, qəbul edirlər ki, bunu Seyfəddin doktor deyir və mən deyirəm, sonra da xeyrini görürlər, ömrü uzanır. Kim qəbul eləmir? Çox vaxt görürsən ki, başqa cür yanaşırlar ki, elə şey mi olar? Sən nə danışırsın? Çox insan sevişməni, onsuz da dediyimiz kimi, axırıncı rəddəsi üçün eləyir. İndi bunları necə deyək ki, hər şey elə birdən onu eləmə? Yox, elə, yenə deyirəm, axırını saxlamalısan. O da tam saxlamırsan, yaşa uyğun olaraq bir yaşda icazə verilir ki, 3 gündən bir yaşda icazə verilir həftədə bir yaşda icazə verilir ki, mən özüm yaşları qəsdən demirəm. 55-də yaşda neçə dəfə ola bilər, 60-da neçə dəfə olar. Onlar deyir ki, 60-da ümumiyyətlə olmaz. 60-dan sonra
o buraxılmamalıdır. Sonluq olmamalıdır. Sperma getməməlidir kişidən. Biz deyir, indi biz xarakterimizə, eybi yoxdur, bir 5 ildə biz artırıq. Ancaq aşırı yox. Yalnız havanın yaxşı vaxtlarında, İldə ayda bir dəfə. yazın, payızın yaxşı vaxtlarında və o zaman rahat bir yerdə, sevgi ilə olan, özündə bir tam rahatçılıq və güc hiss elədiyin dövrdə olar bir dəfə. Ancaq artıq o yaş dövründə sən haqqın yoxdur kimyəvi vasitələrlə orqanizmi məhv eləsən. Haqqın yoxdur ona. O ömrünü azaldır, o infarktını artırır, o çox ciddi fəsadlara gətirib çıxara bilir orqanizmdə. Ona görə də mən elə hesab edirəm, biz həkimlərin borcudur ki, bu nəzəriyyəni öyrənək və insanlarımıza tətbiq eləyək. İnsanlar artıq onu qəbul eləyəndən sonra çox rahatçılıqla, çox sakit şəkildə onu qəbul edirlər və sağlamlığını tapdıqca da, xoşbəxtliyini gördükcə də həkimə təşəkkür edir. Bugün həkim özü buna hazır deyil. Həkim özü bilmir bunu. Həkim bilmirsə, insanlar necə bilsin, onun pasiyentlər necə bilsin? Bilə bilməz. Və son nəticədə də dediyimiz bugün o sonluq yaranır. Ay həkim, niyə kişilər erkən ölür, tez ölür? Onun qadınları gec ölür. Onun kökü burada axtarmaq lazımdır. Əksinə, kişi daha uzun ömür yaşamalıdır. Kişi Allah daha fiziki cəhətdə daha güclü edib kişini. Ondan sonra kişilərin ən çox həyətə, işə, gücə gedən kişilərdir. Evdə mənfi enerjidə qalan qadınlardır. Və kişi çox yaşamalıdır. Yaşamamanın da kökü yenə də səhərdən danışdığımız bu mövzu ilə, yəni bu elmin olmamasından bağlıdır. Ailə münasibətlərində haqqında elmin olmamasına bağlıdır. Bu baxımdan da mütləq həm həkimlər, həm insanlar, bu gün internet əsridir, sosial şəbəkə dövrüdür. Bu gün insanlar axtarıb tapa bilərlər. Yenə deyirəm, daha o nəzəriyyəsi. Axtarın, tapın, necə orada məsləhət görülürsə, o qaydada həyatınızı yaşayın. Sağlam bədəndə sağlam ruh olar sözü elə belə deyil. Bu 100 illərdən, 1000 illərdən sınaqdan çıxmışdır. Mən də ona görə həmişə deyirəm ki, Allahımdan gözləyirəm rejimi. Yəni, mən bir dəfə dilimə siqaret dəyməyib, mən 50 qram araq içməmişəm, mən bir 28 il qırmızı ət yemirəm və gündəlik suyumu normal qaydada içirəm, gəzintimi eləyirəm və min şükürlər olsun ki, bu yaşa qədər mən xəstəlik haqqında düşünmən həmişə deyirdim dostlarıma. Görsəniz, mən tez öldüm, bu qaydaları gözləyən adam, siz də nə istəyirsiniz eləyin. Görsəniz, yaşayıram, eləməyə haqqınız yoxdur. Çünki yaşamaqdan gözəl heç nə yoxdur. Allah uzun ömür versin, həkim. Çox sağ olun. Aşağıda da yenə adresimiz, telefon nömrələrimiz görsənir. Yəni, izləyicilərimizin də burada nə sualı olsa, bilirəm ki, oradan birbaşa sizi narahat edə bilərlər. Çox sağ olun, gözəl bir mövzuydu. İnşallah gələn bir bölümümüzdə daha başqa bir mövzular haqqında bu şəkildə maraqlı bir söhbətimiz olar. Təşəkkür edirəm. Sağ olun. Mən də sizə təşəkkür edirəm. Maraqlı proqramınıza görə uğurlar diləyirəm. MFTV hər zaman zirvədə olsun və inanıram ona.